Bugün qaynamgildə iftara qonaq idik. Çay süfrəsi hazırlayarkən fikir verdim. Ramazan axşamları sanki vaxtı yavaşladır. Hər şey daha sakit, daha dərin, daha mənalı olur. Allah hər evə belə isti axşamlar, belə dolu süfrələr, belə bir ürək rahatlığı nəsib etsin. Bir tərəfdə dəmlənən çayın qoxusu, bir tərəfdə şirniyyatların şirinliyi, amma ən şirini yenə də söhbətlərdir, birlikdir. Çay süfrəsini hazırlayanda bir şeyi fərq etdim. Biz bəzən belə anların nə qədər dəyərli olduğunu həmin anda hiss etmirik. Ramazan ayı insanı sakitləşdirir, biraz düşündürür. Söhbətlər uzanır, gülüşlər qarışır çayın buxarına və sən anlayırsan ki, xoşbəxtlik əslində planladığımız böyük anlarda yox, belə gözlənilməz sakit axşamlardadır. Bəlkə də illər sonra bu günü xatırlayacağıq. Süfrəni yox, hissi. Allah belə axşamları hər evdən əskik etməsin. Allah elədiyiniz ibadəti, tutduğunuz orucu qəbul eləsin.